Salam dostlar, sizə məlumat vermək istəyirəm. Burada biraz səs-küy var, Moykadayım. Bəllidir, burada toz-soranlar işləyir. Biraz keyfsizəm. Niyə keyfsizəm? Çünki maşınım artıq 3 həftədən çoxdur ki, servisdədir və servis işi hələ tamamlanmayıb. Mənə 2 gün öncə SMS yazdılar ki, bəs maşının vəziyyəti budur, korobka tam dəyişilməlidir və onlar sifariş edirlər korobkanı, amma zavodun bu korobka əlinin altında olmadığına görə mən gözləməli oluram ki, onlar zavod təzədən bunu mənə görə güya, onların dediyinə görə, güya zavod mənə görə təzədən bunu istehsal edib göndərəcək və ondan sonra mənim maşınımın korobkası yenilənəcək, veriləcək. Mənə təklif edilər, gəl götür, maşın götür, sənin maşının olsun da, sürməyə maşının olsun. Mənə bu sərf eləmir, çünki mən götürdüyüm maşını boşa sürəcəyim, mənə o lazım deyil. Amma yenə də sığortam bunu ödəyir. Sığortam bunu ödəməsi üçün də mən hər ay mənim maşınımın korobkasını, maşınsız qalanda mənə maşın və yaxud başqa xərclərin hər bir şey, işıq lampiskası yandığı halda belə onu sığorta ona görə ödəyir ki, mən ona görə sığortaya hər ay $50 ödəyirəm. Yəni maşının aylıq pulu $750-dırsa, mən $700-dırsa $750 ödəyirəm ki, sabah bir hadisə baş verəndə hər şeyə mən heç nəyə pul xərcləməm, sığorta bunu xərcləsin. Amma sığortanın hələ təkcə mənim maşınımın korobkasını dəyişməyinə xərclədiyi xərc mənim 5 ildə sığortaya ödəyəcəyim məbləğdir. Ona görə məni bu məbləğ narahat eləmir. Gözləyirəm, mənə dedilər ki, a few days ya da a few weeks, mən düşünürəm ki, a few months da ola bilər. Çünki onlar bir neçə gün və yaxud bir neçə həftə deyirlər. O bir neçə həftə deyiləndə 7 həftə, 9 həftə, 14 həftə və s. həftə sayı çox ola bilər. Orada limit yoxdur. Ona görə bir neçə ay da çəkə bilər və buna görə məcbur oldum. Yenə getdim, elektrik maşın götürdüm. Uber'in elektrik maşınıdır. Kia Niro'dur. Xoşum gəlmir elektrik maşınlardan, çünki elektrik maşınlar məni yorur. 3 saat, 2 saat, yəni hiperfastə qoyanda zaryadkaya bunu 85% dolmasına 1 saat 40 dəqiqə vaxt gedir. 13%-dən qoyuram 85%-ə qədər 1 saat 40 dəqiqə vaxt gedir. Ona görə mən xoşlamıram elektrik karı. 100% olması üçün 3 saat. 3 saat rahat gözləyirsən. Hələ 350 kilovat enerji ötürür nəzərə alsaq ki, hiperfastə. Bu elektrik kar mənim çıxışım yoxdur deyə götürmüşəm, amma bu elektrik karın mən $308 aylığına verirəm, həftəliyinə verirəm, $308 həftəliyinə və $58 sığortasına verirəm həftəlik. Nə baş versə də, maşını məsələn vursam, əzilsə, hər nə olsa heç nəyə görə məsuliyyət daşımıram da, hər bir şey onlara aiddir. Yandırsam belə maşını onlara aiddir. Artıq sığorta məbləğini ödəyirəm. Ona görə onların üstündədir. Mən heç nəyə görə məsuliyyət daşımıram. Ona görə indi öz maşınımı gözləyirəm. Düzdür, çox istəyərdim ki, öz maşınla işləyəm. Bu gün də artıq bayram ərəfəsidir, Ramazan bayramı ərəfəsidir. Burada Ramazan bayramı ərəfəsində şəhərdə, burada Filadelfiyada müsəlmanlar çox olduğuna görə cəmiyyət namazları olur, yolları bağlayırlar, blok edirlər, belə heç xoşum gəlmir elə şeylərdən, düzdür. Çünki insanların sənin ibadəti etməyin kiməsə mane yaratmamalıdır. Belə şeylərdən burada da var, bizim ölkələrdə də var, düzdür, amma burada da var. Amma burada bizim ölkələrdə ona qarşı çox sərt reaksiyalar var, burada ona qarşı sərt reaksiyalar yoxdur. Amma istəyərdim bugün onu sizə göstərim. Sadəcə maşının elektrik olması məni məhdudlaşdırır. Ancaq şəhər içində girib işləyə bilirəm, səfərlər edə bilmirəm. Çünki artıq bir yerə sürəndə düşünürəm ki, 2 saat zaryadka var ayda. İstəmirəm də gün ərzində 2 saat otururam bir dəfə doldurmaqla da zaryadkada. İstəmirəm bu 2 saat 4 saata çönsün. Ona görə hələlik bu Kia ilə idarə edəcəm belənçini. İndi görüm maşınla bağlı nə məlumat versələr, yeniliklər nə olsa və maşını tam təmiri bitəndən sonra da sizə göstərəcəm.